Xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Əşdağanın tam mərkəzi, belə ki, Məmmədov idarəsinə yaxın, bütün marşrut və məktəblərə yaxın ərazidə, çox torpaq sahəsinin üzərində belə bir gözəl bir həyət evimiz çıxıb satışa. Evin torpağının çıxarışı var. İnşallah həyətin təqdimatını eləyək, sonra evin içərisində sizə tam təqdim edəcək. Azərbaycan ipotekada yararlıdır. İlk olaraq qiymət 105 min manatdır. Bir zal, 3 yataq, bir mətbəx, bir sanuzeldən ibarətdir. Yerdən də ən azından 7-8 daş kürsülüdür. Həyətin inşallah təqdimatını qeyd etdiyimiz kimi göstərək. Evin sağ tərəfindən keçidi var, padval hissəsinə var, qeyd hissəsində təqdim edəcək və kommunalları da var. En fazlası olaraq 220 kvadrat olar. Hissəsini sizlərə göstərək. Qeyd hissəsini göstərək, zəhmət olmasa, qeyd hissəsini sizlərə təqdim edək. Evin eyniləri, yəni burada təkrarlı bir də göstərək izləyəcəyimizi rahat bir şəkildə izləsinlər. Və onun nəzərinizə çatdıraq ki, qabağında terası var, yəni mətbəxdən giriş və mətbəxdən çıxış. Və inşallah daxil olaraq evin içərisində sizlərə təqdim edək. Koridorda və koridordan qeyd etdiyimiz kimi ayrı-ayrı otaqlardır. Silir xəttləri, kombi xəttləri qoyulub. Və başlayaq. Sağını göstərmək sizlər. Belə bir gözəl bir salon biçilir. İçərisində pəncərələrdən istifadə olunur. Divarlarda işləmələrinə qədər və hətta televizyon yeri üçün burada işlənir. Ağ qapılardan ibarətdir. Evet, digər otaqlarımızı təqdim edək. Otaqlarımızı təqdim edək, zəhmət olmasa. Onu da nəzərinizə çatdıraq, digər qalmışsa. Onu da nəzərinizə çatdıraq ki, hər otağın ayrı-ayrı dağ boyu var. Yəni fərqli dağ boyu var. Və dağımızda təqdim edək, beşəli otaq. Və keçid edək mətbəxsiz. Mətbəxsizlə keçid edək. Buranı göstərək sizə. Mətbəx də demək var, hazırdır, xəttlərini belə qoyulur. Şimdi bunu teras qeyd etmişdik. Siz bunu göstərək ən azından. Fikirləyin, terasa çıxın, buradan mətbəxə girişim var. Və keçid edək. Sanuz hissəsini təqdim edək. Və sanuz hissəsini göstərək. Siz də sanuz hissəsi hazır olaraq hazırdır. İstifoldan ibarətli aksesuarlarına qədər qoyulub veriləcək. Cüzi tamamlanma işləri olur. Həm evin içərisində, həm sanuzində. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi, Əşdağanın tam mərkəzində Məmmədov idarəsinə, məktəb və marşrutlara yaxın bir ərazidədir. Çox torpaq sahəsinin üzərində inşa olmuşdur. Yerdən ən azı 7-8 daş kürsülüdür. Evin torpağının çıxarışı var, həm ipotekaya yararlı, həm qeydiyyata düşmək olur. Bir zal, 3 yataq, bir mətbəx, bir sanuzeldən ibarətdir və kommunallar var. İlkin olaraq qiymət 105 min manatdır. İnşallah olarsa ev sahibi tərəfindən endirim olunacaq. Səhifəmizi izləyicilər, Əşdağanla gəlmiş əməkdaşlara rəhbərliyi almış sizlərdən təşəkkür edirik.